Hallo schön zusammen, ich helfe dir, wir helfen euch. Du hilfst ihm. Bu kimi ifadələrdə olan euch, dir, mir, im bunların mənalarını gəlin sizə izah edim. Alman dilində 3 hallanma mövcuddur. Bunlardan biri də dativdir, yəni məkan anlayışı bildirən ifadələr. Bəzi feillərdən sonra şəxslər həmin dativ formasında istifadə edilməlidir. Məsələn, helfen, yəni yardım etmək. Biz birinə yardım etmək üçün fiziki ya da mənəvi cəhətdən onun yanında olmalıyıq. Buna görə də o feildən sonra gələn şəxs bildirən ifadə dativ versiyasında istifadə olunmalıdır. Gəlin indi ekranda gördüyünüz cədvəldən şəxslərin dativ versiyalarını öyrənək. Ich, mir, du, dir, er, im, sie, ihr. Bu formada şəxslərin dativ versiyalarını əzbərə öyrənməlisiniz ki, həmin feillərdə şəxsləri düzgün formada istifadə edək. Azərbaycan dilində tərcüməsi səni, sənə, məni, mənə bu formada tərcümə olunur. Mən sənə yardım edirəm. Mən sizə yardım edirəm. Mən onlara yardım edirəm formasında tərcümə edə bilirik. Bir cümləni də siz kommentlərə yazın. Görüşənədək. Tschüss, auf Wiedersehen.